müharibə başlayanda artıq mən xidmətdə olmuşam və hərbiçi olmuşam. Ailəmlə danışırdım. Müharibənin başlamağına az bir müddət qalmış. Artıq bilirsiniz necədir, 2020-ci ildə Tovuz hadisələrindən sonra Allah rəhmət etsin, General Boltaşınovun vurulmağı bir generalın, əgər bir ölkənin ordusunun generalı digər bir işğalçı dövlət tərəfindən qətlə yetirilirsə, şəhid olunursa, bu artıq müharibənin qaçılmaz olduğunu əsaslandıran şərtlərdən ilk öncə və birincisidir. Əgər bir ölkənin generalı digər bir dövlət tərəfindən qətlə yetirilibsə, bu iki ölkə arasında müharibənin qaçılmaz olduğu deməkdir. Mən də hərbiçi olaraq artıq bunu bilirdim. Ancaq biz bilirdik ki, müharibə olacaq, ancaq müharibənin nə vaxt olmağı dəqiq vaxtını bilmirdik. Artıq 2020-ci ildə sentyabr ayında Tovuz hadisələrindən sonra bir müddət kiçik döyüşlər gedirdi. Ancaq sentyabr ayından başlayaraq düşmən daha geniş miqyaslı təxribat əməllərinə başladı. Sentyabr ayının 26-sında, 27-sinə keçən gecə məlumat gəldi ki, atəşkəs artıq ləğv olunur. Artıq düşmənə qarşı geniş miqyaslı hücum əməliyyatlarına başlanılır. Bütün bizim elə bir ki, işlədiyimiz yerdə bütün yoldaşlar hamıya məlumat gəldi ki, sən filan istiqamətdə olacaqsan, sən filan istiqamətdə olacaqsan. Mən də ayrılmışdım döyüşün idarə etdirmə məntəqəsində generalların yanına. Məndən qabaq bütün yoldaşlar təyin olmuş ərazilərini bölündü, hamı getdi, qaldım mən. Axırıncı mən olduğumuz yeri, briqada tibb məntəqəsini, bütün sənədləri yığdım, hər şeyi, orada qalan dərmanları ayırdım. Mən artıq oraya getdiyim məntəqəni bilirdim deyənə, yoldaşlar bütün hamısını yola salmışdım. Axırında özüm qaldım orada. Ən axırda briqada tibb məntəqəsində mən özüm çıxdım. Artıq yoldaşlar təyin olmuş mövqelərə getdilər. Sığınacaqların yerini biz əvvəlcədən bilirdik də ki, nə hardadır, onlar təyin eləmişdik özümüzdə. Çünki təlim zamanı biz həmin məntəqələri özümüz təyin edirik. Həmin məntəqələrə getdi. Axırıncı mən bütün əsas sənədləri götürdüm, getdim həmin əraziyə və ailəmlə danışırdım. Yəni mən heç kim bildirmirdim ki, nə vaxtsa bu müharibə olacaq. Mən müharibənin başlanmağı haqqında heç kəsə məlumat bildirməmişəm. Soruşanda necəsən? Yaxşıyam.